Salam mənim gözəllərim. Bugün günlərdən çərşənbə axşamıdır. Sabah Qurban bayramıdır. Hamının bayramı mübarək olsun. Biz də bayramını hazırlayırıq, qozlu kətə hazırlayırıq. Burada var 400 stəkan unumuz, 200 qram yağımız yumşaldılmış, 1 çimdik duzumuz, 3 qaşıq şəkər tozumuz, 1 qaşıq da qabartma tozumuz. İstəyən bunu maya ilə də edə bilər, istəyən bunu qabartma tozuna da edə bilər. Sonra burada da var bizim 2 dənə yumurtamız. Bir yumurta, bir yumurtanın ağı sarısın üstünə çəkmək üçün saxlayacağım. Edim sizə göstərəcəm davamını. Baxın mənim gözəllərim, mən bir dənə yumurtanı əlavə elədim içinə. 4 stəkan undur. 200 qram yumşaldılmış yağdır. 3 qaşıq, 4 qaşıq şəkər tozumuzdur. 1 çimdik duzumuzdur. 1 qaşıq qabartma tozumuzdur. Yumurtanın birinin sarısını saxladıq üstünə çəkmək üçün. 1 stəkanda bizim evdə möhkəm qatığımız var idi, daş kimi. Kimin evdə nəyi varsa ondan edə bilər. Vacib deyil ki, siz gedin mağazindən, nəsə marketdən alasınız. Ya xama evdə varsa xamana edin, qatığınız varsa qatıqla edin. Yəni sizə baha başa gəlməsin də. Evdə nəyimiz varsa ondan eləyirik. Bax, bu da bizim qatığımızdır. Əlavə etdik 1 stəkan qatığımızı. Xəmir yoğurub qoyacaq dincəlsin. Baxın mənim gözəllərim. Xəmiri yoğurduq, özünə gətirdik. Qoyaq dincəlsin. Biz də içliyimizi hazırlayaq. Bu da bizim xəmirimiz. Qoy dincəlsin.